Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Gəlin bu günləri sürət məsələlərinin qarşı-qarşıya olan tiplərinin birlikdə izahına baxaq. Məsələlərimiz sadədən mürəkkəbə doğru artan şəkildə davam edəcək. İzaha keçməmişdən qabaq onu deyim ki, bizim Müəllimlər Akademiyasında aprel ayının 5-dən ibtidai sinif miq və sertifikasiya hazırlaşan müəllimlər üçün ödənişli WhatsApp qrupumuz dərsə başlayacaq. Qoşulmaq istəyən şəxslər 050 856 73 07 nömrəsi ilə əlaqə saxlayaraq dərslər haqqında daha geniş məlumat əldə edə bilərlər. Onu qeyd edim ki, həftənin hər günü dərsimiz olacaq. Dərslər Zoom vasitəsilə keçirilir və dərs bitən kimi dərsin izah videosu onlayn sınağı və eləcə də onlayn sınaqda qrupa göndərilir. İndi gəlin baxaq birinci sualımızdan. Görə birinci sualda bizə nə deyir? Ümumiyyətlə bu tiplərdə biz, yəni bugünkü video izahımızda qarşı-qarşıya tiplərin izahına baxacağıq. Ümumiyyətlə, yəni sürətlə bağlı olan düsturumuzu yadımıza salaq. Biz sürət düsturunda deyəndə V vurulsun T bərabərdir S-i nəzərdə tuturuq. V sürət idi, T zaman idi, S isə gedirən yol idi. Gedirən yolu tapmaqdan ötürü sürəti zamana vururduq. Amma sürəti tapmaqdan ötürü gedirən yolu zamana bölürdük. Zamanı tapmaq üçün isə gedirən yolu sürətə bölürdük. Bu şəkildə danışmışdıq. Və eləcə də qarşı-qarşıya sürət məsələlərində bilirik ki, ən azı iki cisim qarşı-qarşıya hərəkət edirlər və hər birisində ayrı-ayrılıqda sürətlər olur. Onun üçün də birincinin sürətinə V1 desəm, ikinciyə sürətinə V2 desəm, sürətlər toplanacaq, vurulacaq zamana və gedirən yol tapılacaq. Bax, bu şəkildə düsturumuzla tətbiq edib həll eləmiş olacaq. Deməli, qarşı-qarşıya sürət məsələlərində sürətlər toplanır, zamana vurulur və gedilən yol tapılır. Bax, bu qaydamızın tətbiqinə başlayaq elə birinci məsələmizi həll eləməyə. İki şəhərdən qarşı-qarşıya eyni zamanda iki avtomobil yola düşdü və 3 saatdan sonra görüşdülər. Avtomobillərdən birinin sürəti saatda 50 km, digərinin sürəti isə 60 km olarsa şəhərlər arasındakı məsafəni tapın. Baxın, V1-i bizə veriblər. V1 nəyə bərabərdir? 50-yə. V2 nəyə bərabərdir? V2 də bərabərdir 60-a. Mən bilirəm ki, qarşı-qarşıya sürət məsələsində sürətlər toplanır. Yəni 50 ilə 60-ı toplamalıyım. Və vurmalıyım zamana. Zaman nə qədərdir? 3 saat veriblər də 3-ə vuracam. Və artıq gedilən yolu tapmış olacam burada. Bunların getdikləri yol elə şəhərlər arasındakı məsafədir. 50 ilə 60 toplasam 110 eləyəcək. 110-u da vuracam 3-ə. Bu deyiləcək 330 km. Deməli, aralarındakı məsafə nə qədərdir? 330 kilometrə bərabərdir. Cavabımız oldu 330. İndi baxaq ikinci məsələmizə. İkinci məsələdə bizə nə deyir? İki şəhərdən qarşı-qarşıya eyni zamanda iki avtomobil yola düşdü və 4 saatdan sonra görüşdülər. Avtomobillərdən birinin sürəti saatda 60 km, digəri isə sürəti saatda 65 km olarsa şəhərlər arasındakı məsafəni tapın. Eyni qaydada gedəcək. Yenə də bax V1 verilib. Nəyə bərabərdir? 60-a. V2 nəyə bərabərdir? 65-ə. Qarşı-qarşıya sürət məsələsində sürətlər toplanır. 60 ilə 65-i toplayacağım. Vuracağım zamana. Zaman nə qədərdir? 4-ə və gedirən yolu tapmış olacağım burada. 60-ın üzərinə 65 gələndə 125 eləyəcək. 125-i də vuranda 4-ə 500 eləmiş olacaq. Deməli, məsafə nə qədərdir? 500-ə bərabərdir. Bu oldu ikinci məsələmiz. İndi baxaq üçüncü məsələmizin izahına. Üçüncü məsələdə nə deyir? İki şəhərdən qarşı-qarşıya eyni zamanda iki avtomobil yola düşdü və 5 saatdan sonra görüşdülər. Avtomobillərdən birinin sürəti saatda 55 km, digərinin sürəti isə saatda 70 km olarsa şəhərlər arasındakı məsafəni tapın. Eyni qaydada yenə V1 bərabərdir 55-ə, V2 bərabərdir 70-ə. Hər birisinin sürəti var. Sürətlər toplanmalıdır. 55-in üzərinə 70-i gəlməliyəm. Vurmalıyam neçəyə? Zaman nəyə bərabərdir? T-də bərabərdir. Buradan yazırıq 5-ə. T-də 5-ə bərabərdir. 5-ə vurmalıyam burada. 55 ilə 70-i toplayanda eləcək 125. 125-də 5-ə vuranda 625 kilometrlik məsafə eləmiş olacaq buradan. Cavabımız olacaq 625 kilometrdir. Bu şəhərlər arasındakı məsafə. Baxaq indi növbəti məsələmizə. 4-də iki şəhərdən qarşı-qarşıya eyni zamanda iki avtomobil yola düşdü və 2 saatdan sonra görüşdülər. Avtomobillərdən birinin sürəti saatda 67 km, digəri sürəti isə 80 km saat olarsa şəhərlər arasındakı məsafəni tapın. Yenə də baxıram V1 bərabərdir 67-yə, V2 bərabərdir 80-ə. Və T nəyə bərabərdir? T də bərabərdir 2-yə. Qarşı-qarşıya sürət məsələsində sürətlər toplanmalıdır. Yəni 67-nin üzərinə 80-i gəlməliyəm, vurmalıyam 2-yə. 67-nin üzərinə
80-i gələndə 147 edir. 147-ni 2-yə vuranda 294 kilometrlik məsafə eləmiş olacaq cavabımız. Cavabımız olacaq 294. Bu şəkildə məsələmizi həll eləmiş olduq. Baxırıq indi 5-ci məsələmizə. İki şəhərdən qarşı-qarşıya eyni zamanda iki avtomobil yola düşdü və 6 saatdan sonra görüşdülər. Avtomobildən birinin sürəti saatda 90 km, digər sürəti isə 100 km saat olarsa, şəhərlər arasındakı məsafəni tapın. Yenə də baxıram. V1 bərabərdir 90-a, V2 isə bərabərdir 100-ə. T nəyə bərabərdir? T də bərabərdir 6-ya. İndi burada sürətlər cəmini tapacağım. 100 ilə 90 toplasam V bərabərdir 190-a. T də bərabərdir 6-ya. S-i tapanda buradakı olan sürət 190 vuracaq, zaman olan 6-ya. 190-ı da 6-ya vuranda 1140 kilometr eləmiş olacaq buradan. Deməli 190-ı vuranda 6-ya 1140 kilometr məsafə eləmiş oldu burada. Bu şəkildə məsələmizi həll eləmiş olduq buradan. Baxaq indi növbəti səhifədəki məsələmizə. İndi baxırıq 6-cı məsələmizə. Deyir, iki şəhərdən qarşı-qarşıya eyni zamanda iki avtomobil yola düşdü və 8 saatdan sonra görüşdülər. Avtomobillərdən birinin sürəti saatda 90 km, digərinin sürəti isə 70 km olarsa, şəhərlər arasındakı məsafəni tapın. Yenə də V1-i bizə veriblər buradan. V1 bərabərdir neçə? 90 km. V2 isə nəyə bərabərdir? V2 isə 70-ə bərabərdir. Hər birisini bizə burada veriblər. T də veriblər burada. T nəyə bərabər olacaq? T də bərabərdir 8-ə. Bilirəm ki, qarşı-qarşıda sürətlər toplanmalıdır. Yəni 90 ilə 70-i toplamalıyam. 90 üstə gələk 70 və vuracam 8-ə. Gedilən yol tapmadan ötürü sürətlər cəmi tapıram. 90 üzərinə 70 gəlirəm. 160 edir. 160 da 8-ə vururam. 1280 eləmiş olacaq burada cavabımız. Deməli, şəhərlər arasındakı məsafə nəyə bərabərdir? 1280-ə bərabərdir buradan. Bu haqda danışdıq. Baxaq indi növbəti məsələmizə. 7 nömrəlidə. İki şəhərdən qarşı-qarşıya eyni zamanda iki avtomobil yola düşdü və 4 saatdan sonra görüşdülər. Avtomobillərdən birinin sürəti saatda 75 km, digərinin sürəti isə saatda 85 km olarsa, şəhərlər arasındakı məsafəni tapın. Yenə eyni qaydada sürətlər verilir. V1 bərabərdir 75-ə, V2 bərabərdir 85-ə. Bunlar verilib. Biz bilirik ki, qarşı-qarşıya sürət məsələsində sürətlər toplanmalıdır. Yəni 75 ilə 85-i toplayacağam, vuracam. Buradakı saat, yəni T-də neçə veriblər? T-də 4 veriblər. Zaman 4-ə bərabərdir. 4-ə vuracam və gedilən yolu buradan tapmış olacam. Bu gedilən yol elə şəhərlər arasındakı məsafə deməkdir. 75-in üzərinə 85-i gələndə bu eləcək 160, 160-ı da vuracağıq 4-ə. Bu da eləcək 640. Deməli, 640 kilometrdir şəhərlər arasındakı məsafə. Bu haqda danışdıq. Baxaq indi növbəti məsələmizə. 8 nömrəli məsələdə. İki şəhərdən qarşı-qarşıya eyni zamanda iki avtomobil yola düşdü və 3 saatdan sonra görüşdülər. Avtomobillərdən birinin sürəti saatda 40 km, digərinin sürəti isə saatda 45 km olarsa, şəhərlər arasındakı məsafəni tapın. Yenə hər birisindən bayaqki məsələmizdəki kimi hər birisi verilib. V1 bərabərdir 40-a, V2 bərabərdir 45-ə. Bilirik ki, qarşı-qarşıya sürət məsələsində sürətlər toplanır. 40-ın üzərinə 45-i gəlməliyəm. Bu eləcək 85, yəni qarşı-qarşıda sürətlər toplanmalıdır. 40 ilə 45-i topladım, 85 elədi. Bu 85 V-dir. Sürətlərin cəmi ifadə edir. T nəyə bərabərdir? T də 3-ə bərabərdir də burada. S nəyə bərabərdir? Gedilən yolda tapanda sürət zamana vurulmalıdır. 85-i də vuracağıq 3-ə. Bu deyiləcək 255 km məsafədir. Bu haqda danışdıq. Baxaq indi növbəti məsələmizə. 9 nömrəli məsələdə. İki şəhərdən qarşı-qarşıya eyni zamanda iki avtomobil yola düşdü. 7 saatdan sonra görüşdülər. Avtomobillərdən birinin sürəti saatda 62 km, digərinin sürəti isə 73 km olarsa, şəhər arasındakı məsafəni tapın. Yenə eyni qaydada sürətlər cəmi tapmalıyam. 62-nin üzərinə gəlməliyim 73-ü. Sürətlərin ifadə etsin. Görüm nəyə bərabərdir? 62-nin üzərinə 73-ü gələcəm. 135 eləmiş oldu. İkisinin sürətlər cəmi 135 ilə ifadə olunur. V bərabərdir 135-ə. T də nəyə bərabərdir? T də bərabərdir 7-yə. Gedirən yol tapmalıyam. Onda sürətlər cəmini vuracam zamana. 135-i də vuranda 7-yə. Bu derəcə 945. Deməli, 945-ə bərabərdir şəhərlər arasındakı məsafə. Bu belə. Baxaq indi
Növbəti məsələmizə 10-da iki şəhərdən qarşı-qarşıya eyni zamanda iki avtomobil yola düşdü. 5 saatdan sonra görüşdülər. Avtomobildən birinin sürəti 80 km, digərinin sürəti isə saatda 95 km olarsa şəhərlər arasındakı məsafəni tapın. Yenə eyni qaydada sürətlərini cəmi tapmalıyam burada. 80 ilə 95-i toplayacağım. İkisinin sürətləri buna ifadə olunur axı. 80-in üzərinə 95 gələndə bu eləyir 175. V bərabərdir 175-ə. Sonra T də bərabərdir 5-ə. Onda burada gedilən yol tapa bilərik. Gedilən yol tapanda sürətlər cəmini 175-i vuracam, zaman olan 5-ə. 175-də 5-ə vuranda 875 eləmiş olacaq. Deməli, məsafə nə qədərdir? 875-ə bərabər olmuş oldu. Baxaq indi növbəti səhifədəki olan məsələlərlə. İndi baxırıq 11 nömrəlidə nə deyir bizə? Aralarındakı məsafə 500 km olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya iki avtomobil yola düşdü. Onlar 4 saatdan sonra görüşdülər. Birinci avtobusun sürəti saatda 60 km olarsa, ikinci avtobusun sürəti nə qədərdir? Baxın, burada S-i bizə veriblər. Getdikləri məsafə nəyə bərabərdir? 500-ə bərabərdir. T nəyə bərabərdir? T də bərabərdir 4-ə. Mən buradan V-ni, yəni ikisinin sürətlər cəmini tapa bilərəm. V tapılanda S-i, yəni getdikləri yolu gətirib zamana bölməliyəm burada. 500-ü bölərəm 4-ə. Alacam 125. 125 nədir? İkisinin sürətlər cəmidir. Yəni, V1 üstə gələk V2 bərabərdir 125-ə. Bizə dedik ki, birinin sürəti saatda 60-dır. Yəni, birinin sürətini veriblər artıq bizə. Mən də gətirərəm V1-i silərəm. Bunun yerinə cavabını yazaram. 60-ı yazaram da bura. 60-ın üzərinə neçəcən də 125 edəcək. Burada olacaq V2 bərabərdir 125-dən çıxacam 60-ı. Buradan V2 bərabərdir 125-dən də 60-ı çıxanda yerdə qalacaq 65. Deməli, digərin sürəti nəyə bərabərdir? 65-ə bərabərdir. Sürətləri cəmini tapmaqdan ötürü mən getdikləri yolu gətirib zamana bölürəm. Alıram ikisinin sürətlər cəmi 125-i. 125-dən məlum olan sürəti çıxsam, nə edəcəm? Məhsul olan sürəti tapmış olacaq. Bundan sonra bu şəkildə yazacağıq. Gedirən yolu zamana bölməklə sürətlər cəmi tapıram. Cəmdən də məlum olan sürəti çıxacam ki, məhsul olan sürəti tapa bilim buradan. Bu şəkildə danışdıq. Baxaq indi növbəti səhifədə, daha doğrusu növbəti nömrəli 12 nömrəli məsələdir. 12-yə baxaq. Aralarındakı məsafə 600 km olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya iki avtobus yola düşdü. Onlar 3 saatdan sonra görüşdülər. Birinci avtobusun sürəti saatda 40 km/saat olursa, ikinci avtobusun sürətini tapın. Və yenə də S-i veriblər bizə. S nəyə bərabərdir? 600-ə bərabərdir. T nəyə bərabərdir? Onlar neçə saatdan sonra görüşdülər? 3 saatdan sonra. V, yəni sürətlər cəmi nəyə bərabərdir? 600-ü gətirib böləcəksiniz 3-ə. Eləcək 200. İkisinin sürətlər cəmi 200-ə bərabərdir. Birinci avtobusun sürəti 40 km/saat olarsa, onda cəm olan bu 200-dən, yəni 200 ikisinin sürətlər cəmidir. Cəmdən məlum olan sürəti, yəni bax bu 200-dən 40-ı çıxsam, yerdə qalan digərinin sürəti olacaq. Digərinin sürəti nəyə bərabərdir? 140-a bərabər olmuş oldu. 12 nömrəli məsələmiz. İndi baxaq növbəti məsələyə. 13-də. Aralarındakı məsafə 400 km olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya iki avtobus yola düşdü. Onlar 4 saatdan sonra görüşdülər. Birinci avtobusun sürəti saatda 40 km olursa, ikinci avtobusun sürətini tapın. Bax, yenə də S-i veriblər bizə. S bərabərdir 400-ə. Sonra T bərabərdir 4-ə. Onda mən buradan V-yi tapa bilərəm. Sürətlər cəmi tapa bilərəm. 400-ü bölərəm 4-ə, bu eləyəcək 100. 100 sürətlərin cəmidir. Birində sürəti 40-da axı, mən də bu cəmdən məlum olan sürəti çıxaram ki, məhsul olan sürəti tapın. Demək, digərin sürəti 60-a bərabərdir. İkinci avtobusun sürəti tapın, bu da 60-a bərabərdir. Baxırıq indi növbəti məsələmizə. Aralarındakı məsafə 900 km olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya iki avtobus yola düşdü. Onlar 4 saatdan sonra görüşdülər. Birinci avtobusun sürəti saatda 100 km olarsa, ikinci avtobusun sürətini tapın. Yenə də məsafəni veriblər. S bərabərdir neçəyə? 900-ə. Bunu veriblər. İki şəhərdən eyni zamanda qarşı-qarşıya iki avtobus yola düşdü. Onlar 4 saatdan sonra T də bərabərdir 4-ə. Onda buradan V-yi tapa bilərəm. V nəyə bərabərdir? Onda gedilən yolu, bax bu 900-ü gətirib böləcəm 4-ə. 900-ü gətirib böləndə 4-ə, bu deyəcək 225. 225 ikisinin sürətləri cəmidir. Deyir axı, birinci avtobusun sürəti saatda 100-dür. Onda 225 olan cəmlə çıxacam 100-ü ki, yerdə qalan digərinin sürətidir. 225-dən də 100 çıxanda 125 qalmış olacaq. Deməli, digərin sürəti nəyə bərabərdir? 125-ə bərabər olmuş oldu. Baxaq digər məsələmizə.
Baxaq, deməli 15 nömrədə. Aralarındakı məsafə 400 kilometr olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya iki avtobus yola düşdü. Onlar 5 saatdan sonra görüşdülər. Birinci avtobusun sürəti saatda 50 kilometr olarsa, ikinci avtobusun sürətini tapın. S bərabərdir 400-ə, T bərabərdir 5-ə. Onda buradan V nəyə bərabərdir? V də bərabərdir 400-ü gətirib böləcəm 5-ə. Bu deyiləcək 80. 80 sürətləri cəmidir. Birinin sürəti 50-dir axı. Onda cəmdən məlum olan sürəti çıxsam, yerdə qalan məhsul sürət olacaq. Deməli, digərin sürəti nəyə bərabərdir? 30-a bərabərdir. İndi baxaq növbəti səhifədəkilərinə. İndi baxırıq 16-cı məsələmizə. Aralarındakı məsafə 800 kilometr olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya iki avtobus yola düşdü. Onlar 8 saatdan görüşdülər. Birinci avtobusun sürəti saatda 60 kilometr olursa, ikinci avtobusun sürətini tapın. Yenə də S-i veriblər bizə. S nəyə bərabərdir? 800-ə bərabərdir. T nəyə bərabərdir? T də bərabərdir 8-ə. Yəni 8 saatdan sonra görüşdülər. Onda V-yi tapa bilərəm. Sürətlər cəmi tapanda gedilən yolu gətirib böləcəm zamanı. Bu deyiləcək 100. 100 ikisinin sürətləri cəmidir. Mən də cəmdən məlum olan sürəti çıxarım. Axı, məlum olan sürət 60-dır. Yerdə qalacaq 40. Deməli, 40 digərinin sürətidir. Cavabımız olacaq 40-a bərabərdir. Baxaq indi növbəti məsələmizə. Aralarındakı məsafə 450 kilometr olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya iki avtobus yola düşdü. Onlar 3 saatdan sonra görüşdülər. Birinci avtobusun sürəti saatda 70 kilometr olursa, ikinci avtobusun sürətini tapın. Məsafəni yenə də veriblər. S nəyə bərabərdir? S bərabərdir 450-yə. T nəyə bərabərdir? Onlar neçə saatdan sonra görüşdülər? 3 saatdan sonra. Onda buradan V, yəni sürətlər cəmi tapa bilərəm. 450 olan S-i gətirib bölərəm 3 olan T-yə. 450-ni də 3-ə böləndə 150 alacağım. Bu sürətlərin cəmidir. Axı, birinin sürəti 70-dir. Onda cəmdən məlum olan sürəti çıxaram ki, məhsul olan sürəti tapa bilim. 150-dən də 70 çıxanda yerdə qalacaq 80. Deməli, digərin sürəti nəyə bərabərdir? 80-ə bərabər olmuş oldu. Baxırıq indi növbəti məsələmizə. 18-dən. Aralarındakı məsafə 480 kilometr olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya iki avtobus yola düşdü. Onlar 3 saatdan sonra görüşdülər. Birinci avtobusun sürəti saatda 75 kilometr olarsa, ikinci avtobusun sürətini tapın. Yenə də S bərabərdir 480-ə. Sonra T də bərabərdir 3-ə. Onda buradan V nəyə bərabərdir? 480-i gətirib böləcəm 3-ə. Bu eləcək 160. 160 sürətlər cəmidir. Axı, bizədən birinin sürətini veriblər. Onda 160-dan çıxaram 75-i ki, yerdə qalan sürəti tapa bilim də digərin sürətini tapım. 160-dan da çıxanda 75-i yerdə qalacaq 85. Deməli, digərin sürəti nəyə bərabərdir? 85-ə bərabər olmuş oldu burada. Baxaq indi növbəti məsələmizə. Aralarındakı məsafə 740 kilometr olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya iki avtobus yola düşdü. Onlar 4 saatdan sonra görüşdülər. Birinci avtobusun sürəti saatda 80 kilometr olursa, ikinci avtobusun sürətini tapın. Baxın, yenə də S veriblər bizə. S bərabərdir 740-a. Bəs T nəyə bərabərdir? T də bərabərdir 4-ə. Onda buradan V-yi tapa bilərəm. V-yi tapanda gedirən yolu gətirib böləcəm. Yəni, gedirən yol olan 740-ı gətirib böləcəm 4-ə. 740-ı da gətirib böləndə 4-ə eləcək 185. 185 nədir? Sürətləri cəmidir. 185 sürətlərin cəmidir və birinin də sürətini 80 veriblər. Onda cəmdən məlum olan sürəti çıxaram ki, məhsul olan sürəti tapa bilim. 185 nədir? 80-i çıxanda 105 qalmış olacaq. Deməli, digərin sürəti nəyə bərabərdir? 105-ə bərabər olmuş oldu burada. Baxaq digərini məsələyə. 20-də. Aralarındakı məsafə 900 kilometr olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya iki avtobus yola düşdü. Onlar 5 saatdan sonra görüşdülər. Birinci avtobusun sürəti saatda 90 kilometr olursa, ikinci avtobusun sürətini tapın. S bərabərdir 900-ə. Sonra T bərabərdir 5-ə. Onda burada nəyi tapa bilərəm? Sürətlər cəmi tapa bilərəm də. 900-ü bölərəm 5-ə. 900-ü də 5-ə böləndə burada bu eləcək 180. 180 sürətlərinin cəmi olacaq. Axı, birinin də sürətini 90 veriblər. Cəmlə 180-dən. Digərin sürəti, yəni məlum olan 90-ı çıxsam, yerdə qalan digərin sürətini tapmış olacaq burada. Deməli, cavabımız necə olacaq? Digərin də sürəti 90-a bərabər olmuş olacaq burada. Baxaq indi növbəti səhifədəki məsələlərimizə. İndi baxaq digər məsələmizə. 21 nömrəli də bizə nə deyir burada? Deyir ki, aralarındakı məsafə 600 kilometr olan iki limandan eyni vaxtda qarşı-qarşıya iki gəmi yola düşdü. Gəmilərin birinin sürəti saatda 40 km, digərinin sürəti saatda 45 km olarsa, 4 saatdan sonra onlar arasında qalan məsafəni tapın.
Baxırıq ki, hər bir sürətin veriblər. V1 nəyə bərabərdir? 40-a bərabərdir. V2 nəyə bərabərdir? 45-ə. Hər birisini veriblər. Onda qarşı-qarşıya nə edirdik? Sürətlər cəmi tapırdıq. 40-ın üzərinə 45-i gəlməklə mən bunların sürətlər cəmi tapıram ki, 85-dir. Bu V-dir. T nəyə bərabərdir? T də bərabərdir 4-ə. Onda mən buradan S tapa bilərəm də. Gedilən yol tapanda sürəti zamana vurmaq lazımdır. 85-i vuracağım 4-ə. Bu eləcə 340. Deməli 340 kilometr yol gedərlər. Axı bunların 600 kilometrlik yolu var idi. 600 kilometrin 340-ını gedərlərsə nə qədərsi qalar? Onda 600-dən gətirib bu 340-ı çıxaram, yerdə qalar 260 kilometrlik yol. Onun arasına qalan məsafəni tapın, bu deyiləcək 260 kilometrlik məsafə. Baxaq digər məsələmizə. Digər məsələdə bizə nə deyir? 22-də bizə nə deyir burada? Aralarındakı məsafə 300 kilometr olan iki limandan eyni vaxtda qarşı-qarşıya iki gəmi yola düşdü. Gəmilərdən birinin sürəti saatda 30 km, digərinin sürəti saatda 35 km/saat olsa, 3 saatdan sonra ondan sonra qalan məsafəni tapın. Yenə də V1-i bizə veriblər, 30-a bərabərdir. V2-ni də veriblər, 35-ə bərabərdir. Sürətlər toplanmalıdır. Onda buradan V bərabərdir. 30 ilə 35 toplasam burada, ikisini toplasam 65 alacam. T nəyə bərabərdir? T də bərabərdir 3-ə. 3 saatdan sonranı soruşur. Onda S-i tapa bilərəm buradan. Gedilən yol tapanda sürət zamana vurulmalıdır. 65-i vuracam 3-ə eləcək 195. Bunlar 195 kilometrlik yol getmiş olacaqlar. Amma məsafə 300 idi axı. 300-ün 195-ini gedərlərsə, bəs nə qədərsi qalar? 300-dən 195-i çıxmış olacaqsınız. Yerdə qalacaq 105 kilometrlik məsafə. Baxaq indi digər məsələmizə görə digər məsələdə bizdən nə istəyir? 23-də aralarındakı məsafə 500 km olan iki limandan eyni vaxtda qarşı-qarşıya iki gəmi yola düşdü. Gəmilərin birinin sürəti saatda 40 km, digərinin sürəti isə saatda 50 km olarsa, 4 saatdan sonra ondan sonra qalan məsafəni tapın. Yenə də V1-i bizə veriblər 40-a bərabərdir. V2-ni də bizə veriblər 50-yə bərabərdir. Sürətlər toplanmalıdır. V bərabər olur. 40 ilə 50-ni toplasam eləcək 90. T də bərabərdir neçə? 4 saatı soruşur da bizə 4 saatdan sonra nə olacaq? S bərabərdir. Gedilən yol tapanda zamanı buradan sürətə vurarıq. Bu eləcə 360. Məsafə 500 idi axı. Əgər 500-ün 360-ını getdilərsə, bəs nə qədərsi qaldı? Onda 500-dən çıxacaqsınız 360-ı. Yerdə qalacaq 140 kilometrlik məsafə. Baxaq digər 24 nömrəli məsələmizə. 24 nömrəli məsələdə bizə nə deyir? Aralarındakı məsafə 560 km olan iki limandan eyni vaxtda qarşı-qarşıya iki gəmi yola düşdü. Gəmilərdən birinin sürəti saatda 42 km, digərinin sürəti saatda 48 km olarsa, 4 saatdan sonra ondan sonra qalan məsafəni tapın. Yenə də sürətlər bizə verilib. V1 bərabərdir 42-yə, V2 bərabərdir. Deməli 48-ə 48 veriblər. Onda mən burada sürətlər cəmini tapa bilərəm. Yəni bunları toplayaram 42 ilə 48-i. 42-nin üzərində 48 yerində bu eləcək 90. T də bərabər olacaq 4-ə. 4 saatdan sonra soruşulur axı. S də bərabərdir 90-ı vuracaqsınız 4-ə. 90-ı da vuranda 4-ə bu eləcək 360 kilometr. 360 gedərlər. Axı yol 560 idi. 560-ın 360-ını gedəcəklərsə yerdə qalacaq 200 kilometrlik məsafə. Deməli bizdən soruşur ki, ondan aşağı qalan məsafə tapın. Bu deyiləcək 200 kilometr. Belə farklı danışdıq. Baxaq indi növbəti məsələmizə. 25 nömrədə. Aralardakı məsafə 620 km olan iki limandan eyni vaxtda qarşı-qarşıya iki gəmi yola düşdü. Gəmilərdən birinin sürəti saatda 55 km, digərinin sürəti isə saatda 43 km olarsa, 4 saatdan sonra ondan aşağı qalan məsafəni soruşur bizdən. Yenə də V1-i bizə veriblər 55-ə bərabərdir, V2-ni də bizə veriblər 43-ə bərabərdir. Onda V nəyə bərabərdir? Yəni sürətlərin cəmi nəyə bərabərdir? Onda 55 ilə 43-ü toplayalım, bu eləcə 98. Cəm 98-dir. T nəyə bərabərdir? T də bərabərdir 4-ə. Onda buradan S nəyə bərabərdir? Gedilən yol tapanda sürət zamana vurulmalıdır burada. 98-i də vuracaqsınız 4-ə. Bu eləcə 392. 392 kilometr yol gedərlər. Axı məsafə 620 idi. Əgər bunun 392-sini gedəcəklərsə, bəs nə qədərsi qalacaq? 620-dən bu 392-ni çıxacaqsınız. 228 kilometr məsafə qalmış olacaq burada. Bu belə, baxaq indi növbəti səhifədəki məsələlərimiz.
İndi baxırıq 26 nömrəli məsələyə. 26-da bizə nə deyir? Aralarındakı məsafə 440 kilometr olan iki limandan eyni vaxtda qarşı-qarşıya iki gəmi yola düşdü. Gəmilərin birinin sürəti saatda 38 kilometr, digərinin sürəti saatda 39 kilometr olursa 4 saatdan sonra onlar arasında qalan məsafəni soruşur bizdən. V1 bərabərdir 38-ə, V2 isə bərabərdir, digərinin sürəti isə 39-a bərabərdir. Onda gedilən yol tapanda hər ikisi kilometrin ifadə olunur. Bəli, hər ikisi kilometr ifadə olunur. Onda buradan sürətləri cəmi nəyə bərabərdir? Bunları toplayaram. 38-in üzərinə 39-u gələcək burada. Bu deyəcək 77. Sürətlər cəmi 77-dir. Bəs zaman nəyə bərabərdir? Neçə saatdan sonra soruşur bizdən? 4 saatdan. Onda S nəyə bərabər olacaq? 77-ni vuracağıq 4-ə. Bu deyəcək 308 kilometr. Gedəcəklər. Amma məsafə 440 idi axı. 440-ın 308-in gedəcəklərsə nə qədərsi qalacaq? Onda 308 aparıb 440-dan çıxarsınız. Yerdə qalacaq 132 kilometrlik məsafə. Baxaq indi növbəti məsələmizə. Baxırıq indi burada 27 nömrəli məsələyə. Aralarındakı məsafə 500 kilometr olan iki limandan eyni vaxtda qarşı-qarşıya iki gəmi yola düşdü. Gəmilərin birinin sürəti saatda 60, digərinin sürəti isə saatda 58 kilometr olarsa 4 saatdan sonra onlar arasında qalan məsafəni soruşur bizdən. Yenə V1-i bizə veriblər 60, V2 bərabərdir 58-ə. Biz bunların sürətlər cəmini tapa bilərik də, onda bunları toplayacağıq. 60-ın üzərinə 58 gələcək. Bu eləcə 118 sürətlər cəmi T nəyə bərabərdir? T də bərabərdir 4-ə. Yəni 4 saatdan sonra soruşur bizdən. S nəyə bərabər olacaq? Bunları bir-birinə vurmaq lazımdır. 118-i gətirib vuracağıq 4-ə. 118-i də 4-ə vuranda eləcə 472. Məsafə gedəcəklər 472. Amma ümumi yolu vermişdirlər bizə 500-ün 472-sini gedəcəklərsə, bəs nə qədərsi qalacaq? Aparacam 500-dən çıxacam. Yerdə qalacaq 28 kilometrlik məsafə. Bu oldu 27. İndi baxaq növbəti məsələmizə. 28 nömrəli məsələdə. Aralarındakı məsafə 450 kilometr olan iki limandan eyni vaxtda qarşı-qarşıya iki gəmi yola düşdü. Gəmilərin birinin sürəti saatda 25 km, digərinin sürəti isə saatda 55 km olarsa 5 saatdan sonra onlar arasında qalan məsafə nə qədərdir? Yenə V1-i bizə veriblər. Məsafə 25 km. Daha doğrusu birincinin sürəti veriblər. Demək, sürət 25-ə bərabərdir birincidə, ikincidə isə V2 bərabərdir 55-ə. Biz bilirik ki, qarşı-qarşıya sürətlər cəmi tapılmalıdır. Sürətlər cəmi bərabərdir 25 ilə bu 55-i toplamalıyım. Eləcək 80. T nəyə bərabərdir? Neçə saatdan sonra soruşur? 5 saatdan sonra soruşur. Onda S bərabərdir 80-i vurmalıyım 5-ə. Sürət zamana vuruşu gedilən yol tapılsın. 400 gedərlər. Axı məsafə 450 idi. 400-ün gedəcəklərsə yerdə qalacaq 50-si. Deməli məsafə 50 kilometr qalmış olacaq buradan. Baxırıq 29 nömrəli məsələyə. Aralarındakı məsafə 200 kilometr olan iki limandan eyni vaxtda qarşı-qarşıya iki gəmi yola düşdü. Gəmilərin birinin sürəti saatda 42 km, digərinin sürəti saatda 27 km olarsa 2 saatdan sonra ondan sonra qalan məsafə nə qədər olacaq? Yenə V1-i veriblər bizə 42 və V2-ni də bizə veriblər. Nəyə bərabərdir? 27-yə bərabərdir. Hər ikisini veriblər. Onda buradan sürətlər cəmi tapa bilərəm də. V nəyə bərabərdir? 42-nin üzərinə 27-ni gələcəm. Hər ikisi kilometrlə ifadə olunur da. 42-nin də üzərinə 27-ni gəldi. 69 eləyəcək. T də bərabərdir 2-yə. Onda S nəyə bərabər olacaq buradan? Gedilən yol tapanda sürət zamana vurulmalıdır. 69-u vuracaqsınız. 2 eləcək 138. 138-i gedəcəklər. Axı yol 200 idi. 200-ün 138-in gedəcəklərsə. Bəs nə qədərsi qalacaq? Gətirəcəksiniz 138-i 200-dən çıxacaqsınız. Yerdə qalacaq 62. Deməli 62 kilometrlik məsafə qalar buradan. Baxırıq indi növbəti 30-cu məsələyə. Aralarındakı məsafə 765 kilometr olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya minik və yük avtomobili yola düşdü. Minik avtomobilin sürəti saatda 75 km, yük avtomobilin sürəti isə saatda 68 km idi. Neçə saatdan sonra avtomobil arasında qalan məsafə 50 km olacaq. Baxın, bu dəfə arada qalan məsafəni soruşur. 765 kilometrlik məsafədir, amma bunun 50-sini getməyəcəklər. Və biz də bilirik ki, maşınlar getmədikləri yola nə sürət sərf eləmirlər, nə də zaman sərf eləmirlər. Ona görə də biz ilk əvvəl verilən bax bu 765-in 50-sini çıxacağıq.
Çünki bu əllərini getməyəcəklər. Görək nə qədər məsafə gedəcəklər bizə. Gedəcəklərin məsafə lazımdır. 765-dən dəyərlərini çıxanda 715 qalacaq. Hə, indi biz S bərabərdir 715 deyə bilərik. Bayaqlar gedilən yol deyə bilməzdik 765-ə. Çünki getməmişlər axı hamısını. 50-si qalmışdı. İndi mən 715-ə gedilən yol deyə bilərəm. Sonra deyir ki, minik avtomobil saatda 75, yük avtomobil isə deməli saatda 68-dir. V1-i də veriblər 75-dir. V2-ni də bizə veriblər 68-dir. Onda bunları cəmləməliyəm də. Qarşı-qarşıda sürətlər toplanırdı. Yəni V sürətlərin cəmi bərabərdir. 75-in üzərinə gələcəm 68-i. 75 üstə gələcəm 68 bərabər olacaq neçə? 143-ə. 143-ə bərabərdir. Və bizə dedi ki, neçə saatdan sonra olacaq? Baxın, S-imiz var 715. Sürətlər cəmi var 143. T-yi tapmaq lazımdır. Zaman tapanda nə edirdik? Gedilən yolu gətirib bölürdük sürətlər cəminə. Yəni, bax, burada 715-i gətirib böləndə 143-ə bu hadisə neçə saatdan sonra baş verəcək? 5 saatdan sonra baş verəcəyini tapmış olduq. Arada qalan məsafəni çıxırıq. Sürətlər cəmini tapırıq. Burada tapdığımız S-i 715-i gətirib bölürük sürətlər cəminə. Bununla da tapmış oluruq ki, bunlar neçə saat, yəni bunlar arasında 50 kilometr məsafə neçə saatdan sonra qalmış olacaq. Baxaq növbəti səhifədəki. İndi baxırıq 31 nömrəli məsələmizə. Aralarındakı məsafə 600 kilometr olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya minik və yük avtomobili yola düşdü. Minik avtomobil sürəti saatda 60 kilometr, yük avtomobil sürəti saatda 80 kilometr idi. Neçə saatdan sonra avtomobil arasında qalan məsafə 40 kilometr olacaq. Baxın, məsafə 600 idi. Amma deyir ki, bu 600-ün 40-ını getmədilər. Arada qalan məsafə 40-dır, demək getməyiblər. Mən də getdikləri yolu taparam da 600-dən. Bu getmədikləri yolu 40-ı çıxsam, getdikləri yolu tapacam. Getdikləri yol 560-dır. Yəni, bax, S bərabərdir 560-a. Bəs T nəyə bərabərdir burada? Daha doğrusu, zaman soruşur bizdən. Bax, sürətlər cəmi veriblər bizə. T verilməyib. T soruşur bizdən sonra. Bizə nə veriblər burada? Sürətlərini veriblər. İndi bax, sürətlər cəmi tapa bilərəm. V nəyə bərabərdir? V tapacam. 60-ın üzərinə 80-i gəlmiş olacam burada. Bunları da cəmləsək, eləcə 140. İndi baxıram ki, S də var, V də var burada. Onda T-yi tapanda nə etmək lazımdır? Bax, 560-ı gətirib bölmək lazımdır sürətlər cəminə. 560-ı da gətirib 140-a böləndə eləcə 4 saat. Deməli, 4 saatdan sonra yaranmış olacaq bu hadisə. Bu haqda danışdıq. İndi baxaq növbəti məsələmizə. Baxırıq 32-yə. 32 də bizə nə deyir? Deyir ki, aralarındakı məsafə 460 kilometr olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya minik və yük avtomobili yola düşdü. Minik avtomobil sürəti saatda 50 km, yük avtomobil sürəti saatda 70 km idi. Neçə saatdan sonra avtomobil arasındakı qalan məsafə 100 km olacaq. Bax, sürətlərini veriblər. V1 bərabərdir 50-yə, V2 də bərabərdir burada 70-ə. Mən bu sürətləri toplasam, yəni sürətlərin cəmi nəyə bərabər olacaq? 120-yə bərabər olacaq da 50 ilə 70 120 eləyir. Bəs mən də məsafəni bilirəm 460-dır. Amma bunun hamısını getməyiblər. Deyir ki, 100 kilometr məsafə qalacaq. Onda 460-dan gətirib çıxacam buradakı bu 100-ü. Görün, bəs bunlar nə qədəsin gedəcəklər? Gedəcəklər 360-ını. 360 bunların S-idir. Bəs V bizdə 120-dir, S də 360-dır. Onda T-yi tapanda S-i, yəni 360-ı gətirib böləcəm V-yə, 120-yə. Bu da olacaq 3 saatdan sonra. Deməli, 3 saatdan sonra getmiş olacaqlar bu məsafəni. Bu haqda danışdıq. İndi baxaq növbəti məsələmizə. 33-də bizə nə deyir? Aralarındakı məsafə 550 km olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya minik və yük avtomobili yola düşdü. Minik avtomobil sürəti saatda 92 km, yük avtomobili sürəti saatda 60 km idi. Neçə saatdan sonra avtomobil arasında qalan məsafə 94 km olacaq. Bax, yenə sürətlərini veriblər. V1 bərabərdir 92-yə. V2 də bərabərdir 60-a. Mən bunların sürətlər cəmini taparam. Onda sürətlər cəmi olan V nəyə bərabərdir? 92-nin üzərinə 60-ı gələcəm, eləcə 152. Bəs məsafə 550 idi. Deyir, bunun hamısını getməsinlər də 94-ü arada qalsın. 550-dən çıxaram 94-ü. Bəs görün, bunlar nə qədər məsafə getməlidirlər. 550-dən də çıxanda 94-ü yerdə qalacaq 456. Bu da S-dir. Getməli olduqları yol. S 456, V də 152.
T bərabərdir 456-nı gətirib bölərik 152-yə. 456-nı da gətirib böləndə 152, bu deyiləcək 3 saatdan sonra bu məsafəni getmiş olarlar. Baxırıq indi 4-cü, daha doğrusu 34-cü məsələmizə. 34-cü məsələdə bizə nə deyir? Aralarındakı məsafə 300 kilometr olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya minik və yük avtomobili yola düşdü. Minik avtomobilin sürəti saatda 50 kilometr, yük avtomobilin sürəti saatda 40 kilometr idi. Neçə saatdan sonra avtomobil arasındakı qalan məsafə 6 kilometr olacaq. Yenə sürətlərini veriblər. V1 bərabərdir 58-ə, sürəti saatda 58-dir. İkincinin sürəti isə saatda 40 kilometrdir. Sürətlər cəmi taparam. Sürətlər cəmi nəyə bərabər olacaq? 58-in üzərinə 40-ı gələcəm, eləcə 98. Sürətlər cəmi 98-dir. Bəs məsafə 300-dür. Amma deyir 300-ün 6-sını getməsinlər. 300-dən çıxaram 6-nı. Bəs görüm nə qədər məsafə getməlidirlər? 300-dən də 6-nı çıxanda yerdə qalacaq 294. Deməli, bu da bunların S-idir. S bərabərdir 294-ə, V də 98-ə. T bərabərdir. Onda getdikləri yolu 294-ü gətirib bölərəm sürətlər cəminə. 294-ü də gətirib böləndə 98-də burada eləcək 3 saat. Deməli, 3 saatdan sonra bu məsafəni getmiş olarlar. Baxaq indi növbəti səhifədəki məsələmizə. İndi baxırıq 35 nömrəli məsələmizə. 35-də bizə nə deyir? Aralarındakı məsafə 700 kilometr olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya minik və yük avtomobili yola düşdü. Minik avtomobil sürəti saatda 85 kilometr, yük avtomobil sürəti isə saatda 45 kilometr idi. Neçə saatdan sonra avtomobil arasında qalan məsafə 500 kilometr olacaq. Yəni bildik ki, 700-ün 50-sini getməyəcəklər. Bəs nə qədərsini gedəcəklər? 650-sini gedəcəklər. Bu bunların S-idir. Bəs V nəyə bərabərdir? Yəni sürətləri toplayalım. Birinin sürəti 85-dir. Digərinin sürəti isə 45-ə bərabərdir. Bunları toplamaq lazımdır. 85-in də üzərinə gələcəm 45-i burada. Bu deyiləcək 130. S bərabərdir 650-yə, V də bərabərdir 130-a. T nəyə bərabərdir? Onda 650-ni gətirib böləcəm 130-a. 650-ni də gətirib böləndə 130-a, bu deyiləcək 5 saat. 5 saatdan sonra bu hadisə baş vermiş olacaq. Baxırıq növbəti məsələmizə. Baxaq, deməli 36-ya. Aralarındakı məsafə 750 kilometr olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya minik və yük avtomobili yola düşdü. Minik avtomobil sürəti saatda 65 km, yük avtomobil sürəti isə 30 km idi. Neçə saatdan sonra avtomobil arasında qalan məsafə 85 km olacaq. Yəni yenə başa düşdük ki, 750 olan ümumi məsafənin 85-ini getməyəcəklər. Bəs nə qədərsini gedəcəklər? 750-dən yenə bu 85-i çıxacam, 665 qalacaq. Bu S-dir. İndi mən buna S deyə bilərəm. S nəyə bərabərdir? S bərabərdir 665-ə. Bunu tapdıq. Bəs V nəyə bərabərdir? Onda sürətlər cəmi taparam da. 65 ilə də 30-u toplamaq lazımdır. Qarşı-qarşıya sürətlər cəmi tapılırdaq. 65-in üzərinə 30-u gələcəm. Bu deyiləcək 95. V də var, burada S də var. Onda T bərabərdir. Getdikləri yolu 665-i gətirib böləcəm 95-ə. 665-i də gətirib böləndə 95-ə, bu deyiləcək 7 saat. Deməli, 7 saatdan sonra bu hadisə baş vermiş olacaq. Bu haqda danışdıq. Baxaq növbəti məsələmizə. 37-də. Deyir ki, buradakı məsələdə aralarındakı məsafə 900 kilometr olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya minik və yük avtomobili yola düşdü. Minik avtomobilin sürəti 80 km, yük avtomobilin sürəti isə 80 km idi. Hər ikisi bərabərdir. Neçə saatdan sonra avtomobildə qalan məsafə 100 km olacaq. Yenə də baxıram ki, 900-ün, bax burada 100-ünü getməyəcəklər. Onda nə qədərsini gedəcəklər? 800-ünü gedəcəklər. Onda S bərabərdir 800-ə. Bunu tapdıq. Sonra sürətlər cəmi taparım. Sürətlər cəmi də nəyə bərabərdir? Hər ikisi sürəti bərabərdir. 80 ilə 80 toplasam 160 eləyəcək. V də 160. Onda T nəyə bərabərdir? 800-ü gətirib bölərik 160-a. 800-ü də gətirib böləndə 160-a, burada eləyəcək 5. Deməli 5 saatdan sonra bu hadisə baş vermiş olacaq burada. Bu belə. Baxaq indi növbəti məsələmizə. 38-də. Deyir ki, aralarındakı məsafə 850 km olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya minik və yük avtomobili yola düşdü. Minik avtomobil sürəti saatda 60 km, yük avtomobil sürəti isə saatda 50 km idi. Neçə saatdan sonra avtomobil arasında qalan məsafə 80 km olacaq. Yenə baxdım ki, 850-nin 80-ni getməyəcəklər. Deyir ki, 80 arada qalan məsafə olsun. 850-dən də bu 80-i çıxsam yerdə qalacaq 770. Biz S-i tapmış olduq. Neçədir? 770-dir.
Bəs sürətlər cəmi də tapa bilərik. Çünki verilib bax burada 60 ilə 50-ni toplasam necə 110. 60 ilə 50-ni toplayırım 110 eləyir. Bu da V-dir. Onda T nəyə bərabərdir? 770-i gətirib bölərəm sürətləri cəminə. Bunlar da bir-birinə böləndə cavabımız olacaq 7. Deməli 7 saatdan sonra yaranmış olar buradakı məsafə. Belə, indi baxaq növbəti səhifədəki məsələlərimiz. İndi buradakı məsələyə baxırıq 39 nömrədə. Deyir, aradakı məsafə 1200 km olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya minik və yük avtomobili yola düşdü. Minik avtomobil sürəti saatda 120 km, yük avtomobili sürəti isə saatda 100 km idi. Neçə saatdan sonra avtomobil arasında qalan məsafə 100 km olacaq. Yenə baxıram ki, 1200-ün 100-ünü getmədilər. Bəs nə qədəsin gedəcəklər? 1200-dən 100-ü çıxıram, 1100 km gedəcəklər. Onda bu S-dir. S bərabərdir 1100-ə. 1200-ə S deyə bilmərəm də, gedilən yol deyə bilmərəm. Çünki 100-ün getməyiblər axı. Onda V nəyə bərabərdir? Sürətlərin hər ikisini veriblər. Biri 100-dür, biri 120-dir. Qarşı-qarşıya sürətlər cəmi tapılır. 100 ilə də 120 toplayanda 220 eləmiş olacaq. S də var, V də var. T nəyə bərabərdir? 1100-ü gətirib böləcəyik 220-yə. 1100-ü də gətirib böləndə 220-yə bu da eləyəcək 5 saat. Deməli 5 saatdan sonra bu hadisə baş vermiş olacaq burada. Baxırıq indi növbəti məsələmizə. Baxırıq 40 nömrəliyə. Deyir ki, aralarındakı məsafə 550 km olan iki şəhərdən qarşı-qarşıya birinin sürəti saatda 70 km üçün iki avtomaşın hərəkətə başladı. 4 saatdan sonra arasında qalan məsafə 50 km olarsa digər avtomaşın sürətini tapın. Yenə baxıram ki, S-i bizə veriblər. 550. T də məlumdur. 4 saatdan sonra. Onda V nəyə bərabərdir? Mən sürətlər cəmini tapa bilərəm. 550-ni gətirib bölərəm 4-ə. 550-ni də gətirib böləndə 4 eləyəcək. Daha doğrusu, bax, buradakı məsələdə deyir ki, arada qalan məsafə də 50 kilometrdir. Bax, burada arada qalan məsafə 50-dir. Bax, deməli, məlum oldu ki, 550-ni getməyəcəklər. Arada qalan məsafə 50 var axı burada. Bax, deməli, arada qalan 50-ni mən buradan çıxmalıyam. Çünki getmədilər axı buna. 550-də artıq mən buna S deyə bilmərəm. Getdikləri yolu tapmalıyam mən. 550-nin hamısını getməyiblər. Arada qalan bu 50-ni çıxmalıyam buradan. Yerdə qalacaq 500 kilometrlik məsafə. İndi mən buna S 500 deyə bilərəm. T nəyə bərabərdir? T də bərabərdir 4-ə. İndi mən buradan sürətlər cəmi tapa bilərəm. Onda 500-ü gətirib böləcəm 4-ə. Eləcə 125. 125 sürətlər cəmidir. Birini də sürətini 70 veriblər axı. İkisinin cəmi 125-dir. Cəmdən məlum olan sürəti çıxaram. 125-dən də 70-i çıxanda yerdə qalacaq 55. Deməli, digər sürəti nəyə bərabərdir? 55-ə bərabər olmuş olacaq buradan. Baxırıq indi digər məsələmizə. 41 nömrəli məsələdə. 41-də də deyir ki, aralarındakı məsafə 600 km olan iki şəhərdən qarşı-qarşıya birinin sürəti saatda 80 km olan iki avtomaşın hərəkətə başladı. 5 saatdan sonra onlar arasında qalan məsafə 100 km olarsa digər maşının sürətini tapın. Yenə mən bildim ki, 600-ün 100-ünü getmədilər. Çıxacam. Nə qədər məsafə gediblər? 500. İndi mən bu 500-ə S deyə bilərəm. Gedilən yol deyə bilərəm. Neçə saatdan sonra T də bərabərdir 5-ə. Onda mən burada V-yi tapa bilərəm. Sürətlər cəmini. Onda 500-ü gətirib böləcəm 5-ə. Bu da eləyəcək 100. Sürətlər cəmi 100-ə bərabərdir. Birində sürəti neçə vermişlər? Birində sürət saatda 80-də axı deyir. Onda 100-dən məlum olan 80-i çıxsam, digərin sürətini 20 km saat tapmış olacam buradan. Cavabımız olacaq 20 km. Baxaq indi 42 nömrəli məsələmizə görək. 42 nömrəli məsələdə bizə nə deyəcək burada? Aradakı məsafə 400 km olan iki şəhərdən qarşı-qarşıya birinin sürəti saatda 50 km olan iki avtomaşın hərəkətə başladı. 3 saatdan sonra aradakı qalan məsafə 40 km olarsa digər maşının sürətini tapın. Yenə baxırıq ki, 400 km məsafənin 40 km-ni getməyiblər. Deməli, 360-ni gediblər. S deyə bilərəm 360-a. Neçə saatdan sonra idi? T bərabərdir 3-ə. Onda V nəyə bərabərdir? 360-ı gətirib böləcəm 3-ə. Bu deyiləcək 120. 120 sürətlər cəmidir. Axı birində sürəti saatda 50 idi. Onda 120-dən məlum olan sürəti çıxaram ki, məhsul olan sürəti 70 taparam. Burada cavabımız oldu 70. Baxaq növbəti səhifədəki, daha doğrusu növbəti 43 nömrəli məsələyə baxaq. Deyir ki, aradakı məsafə 800 km olan iki şəhərdən qarşı-qarşıya birinin sürəti saatda 80 km olan iki avtomaşın hərəkətə başladı. 5 saatdan sonra aradakı qalan məsafə 40 km olarsa digər maşının sürətini tapın. Yenə baxıram ki, 800-ün deməli 40-ını getmədilər.
Deməli 760-ını getdilər. S bərabərdir 760-a. Bəs T nəyə bərabərdir? T də bərabərdir 5-ə. 5 saatdan sonra bu hadisə baş verir baxın. Onda sürətlər cəmi tapa bilərəm. 760-ı bölərəm 5-ə. 760-ı da gətirib böləndə 5 eləcə 152. 152 nədir? Sürətlərin cəmidir. Axı birinin sürəti 80 idi. Onda 152-dən cəmdən gətirib məlum olan sürəti çıxaram ki, məhsul olan sürəti tapın buradan. 152-dən də 80-i çıxanda 72 qalmış olacaq buradan. Bu haqda indi baxaq digər səhifədəki məsələlərimiz. İndi baxırıq növbəti məsələmizə. 44 nömrəli məsələdə. 44-də bizə nə deyir? Aralarındakı məsafə 700 km-ın iki şəhərdən qarşı-qarşıya birinci sürəti saatda 80 km-ın iki avtomaşın hərəkətə başladı. 6 saatdan sonra ondan sonra qalan məsafə 100 km olsa, digər avtomaşının sürətini tapın. Bax, deməli 700 km məlum oldu ki, biz burada 100-ünü getməyib. Nə etməliyik biz onda? 700-dən 100-ü çıxırıq, 600 qalır. S bərabərdir 600-ə. Gedilən yolu tapdıq. Neçə saatdan sonra bu hadisə baş vermişdi? T də bərabərdir 6-ya. Onda buradan V-ni, yəni sürətlər cəmi tapa bilərəm. 600-ü bölərəm 6-ya. Bu da elədir 100. Sürətlər cəmi 100-də. Axı birində sürəti 80 idi. Onda 100-dən bu 80-i çıxsam, yerdə qalacaq 20. Deməli, digərin sürəti 20-yə bərabərdir. Baxaq indi növbəti səhifədəki məsələlərimiz, daha doğrusu 45 nömrəli məsələyə. Aradakı məsafə 900 km olan iki şəhərdən qarşı-qarşıya birinin sürəti saatda 90 km olan iki avtomaşın hərəkətə başladı. 5 saatdan sonra, deməli 5 saatdan sonra ondan arasında qalan məsafə 800 km olursa, digər avtomaşının sürətini tapın. Biz də bilirik ki, bax buradakı 900 km məsafəni 80-ni getmədilər. Yerdə nə qədəsi qaldı? 820-si qaldı. S bərabərdir 820-yə. 820-sini bunlar getmiş olacaqdır. S bərabərdir 820-yə. Neçə saatdan sonra? T də bərabərdir 5-ə. 5 saatdan sonra olacaqdır. Onda mən burada sürətlər cəmi tapa bilərəm. 820-ni gətirib bölərəm 5-ə. Eləcə 164. Sürətlər cəmi 164-dür. Axı birində sürəti neçə idi? 90 idi axı. Cəmdən məlum olan sürəti çıxaram ki, məhsul olan sürəti tapın. 164-dən də 90 çıxanda 74 qalmış olacaq. Digərin sürəti 74-də bərabər olmuş olacaq buradan. Baxaq digər məsələmizə. 46-da. Aralarındakı məsafə 640 km olan iki şəhərdən qarşı-qarşıya birinin sürəti saatda 55 km olan iki avtomaşın hərəkətə başladı. 4 saatdan sonra arasında qalan məsafə 40 km olar. Olarsa digər avtomaşının sürətini tapın. Yenə baxıram ki, 640-ın 40 km-ni getmədilər. Yerdə qaldı 600. Deməli, S bərabərdir 600-ə. T nəyə bərabərdir? T də bərabərdir 4-ə. Onda V nəyə bərabərdir? 600-ü gətirib bölərəm 4-ə, bu eləcə 150. 150 sürətlər cəmidir. Birində sürəti neçədir? 55-dir axı. Onda 150-dən məlum olan sürəti çıxaram ki, məhsul olan sürəti tapa bilim burada. 150-dən də 55-i çıxanda yerdə qalacaq 95. Deməli, digərin sürəti 95-ə bərabər olmuş olacaq burada. Baxaq növbəti 47 nömrəli məsələyə. Arasındakı məsafə 850 km olan iki şəhərdən qarşı-qarşıya birinin sürəti saatda 80 km olan iki avtomaşın hərəkətə başladı. 5 saatdan sonra ondan sonra qalan məsafə 60 km olsa, digər avtomaşının sürətini tapın. Deməli, S bərabərdir 850-yə, daha doğrusu S deyə bilmərik, burada arada qalan məsafə var da. Bax, burada 850-dən çıxmalıyam bu 60-a. Arada qalan məsafəni çıxmalıyam. Yerdə qalacaq 790. Bax, mən buna S deyə bilərəm. 790. Bəs V nəyə bərabərdir burada? Bax, T bizə veriblər burada. T nəyə bərabərdir? Bax, bunu silək. T nəyə bərabərdir? 5-ə bərabərdir buradan. Onda V nəyə bərabərdir buradan? 790-ı gətirib bölərəm 5-ə. 790-ı da böləcəm 5-ə. Burada alacam 158. 158 ikisinin sürətlər cəmidir. Axı birində sürəti 80 idi. Onda 158-dən çıxaram 80-i. Yerdə qalan digərinin sürəti olmuş olacaq burada. Cəmimiz olacaq 78-ə bərabərdir. Baxaq 48 nömrəli məsələmizə. Görək 48 nömrəli məsələdə bizə nə deyir? Deyir ki, aralarındakı məsafə 670 km olan iki şəhərdən qarşı-qarşıya birinin sürəti saatda 80 km olan iki avtomaşın hərəkətə başladı. 5 saatdan sonra ondan sonra qalan məsafə 60 km olarsa, digər avtomaşının sürətini tapın. Yenə də baxırıq ki, ümumi məsafə verilir və arada qalan məsafə 60-dır. Bunu çıxaram. Yerdə qalar 610. Mən buna S deyə bilərəm. 610. Və neçə saatdan sonra? T bərabərdir 5-ə. 5 saatdan sonra. V nəyə bərabərdir? 610-u gətirib bölərəm 5-ə. 610-u böləndə 5-ə eləcə 122.
Sürətlər cəmi 122-dir. Axı bir də sürət 80-dir. 122-dən çıxarıq 80-i. 122-dən də 80-i çıxanda yerdə qalacaq 42. Cavabımız olacaq 42 kilometr. Digərinin sürəti. Baxaq, digər ən axırıncı məsələmizə də bu sonuncu məsələdir. Videonu bəyənmək və kanala abunə olmaq yadımızdan çıxmasın. Arandakı məsafə 500 km olan iki şəhərdən qarşı-qarşıya birinci sürət saatda 70 km olan iki maşın hərəkətə başladı. 4 saatdan sonra onun arasında qalan məsafə 40 km olarsa, digər avtomaşının sürətini tapın. Baxın, 500-ün nə edəcəklər? 40-ını getməyəcəklər. Yerdə nə qədəsi qalacaq? 460 qalacaq. Mən buna S deyə bilərəm. 460. Bəs T nəyə bərabərdir? 4 saatdan sonra deyir. T də 4-dür. Onda V nəyə bərabərdir? Buradakı olan 460-ı gətirib bölərəm 4-dən. 460-ı gətirib böləndə 4-ü eləcək 115. Sürətlər cəmi 115-dir. Bəs birinin sürəti 70-dir, axı onda 115-dən çıxarıq 70-i. 115-dən də 70-i çıxanda yerdə qalacaq 45 kilometr. Belə bu mövzu haqqında bu qədər. Digər sınaqlarda, digər izahlarda görüşənə qədər.